daha kiçik sınıfetlerle təsvir olunur. Əgər biz sonsuz sayda zamana bölsək, əlbəttə ki, sağdakı şəklində olan kəsillər struktur olacaq. Yəni, buradan da bu nəticə gəlir ki, biz nəyə görə deyir elektronun elektronların mikroözellik trajektöriyası yok. Aslında var ama sonsuz sayıda trajektör. Elektron bu noktada bütün trajektörleri seçerek gidiyor. Mesela tutar ki biz elektronu gönderiyoruz orada qeyd olunur, buradan bırakılır. Elektron fırlanır, bütün dünyanın geldi buraya gelirler. Kainata gelip gelirler. Yani elektron bütün bu keçid ihtimallar bütün trajektörlere pay verir. Feynman'da bu ihtimalı hesabı onun için qayda verir. Bu qayda Feynman integralları adlanır və yaxud trajektöriyələr üzrə, yollar üzrə integral adlanır. Kontinual integral adlanır. Sadəcə bu trajektöriyələrin amplituda verdiği pay fərqli. Hamısı pay verir. Elektron hamısından istifadə edir eyni zamanda. Ama o trajektöriyələrin hər birinin verdiği pay deməli Feynman tapıb və edib bu şekildedir. 3-6 şeklindedir. Bayağı biz yazırdık ki ihtimal amplitudu fi, şimdi o zamandan nasıldır, kaydaktan nasıldır ve bir sabit vurulsun, geçti, i bölünsün h, s, x'te. S, x'te nedir? S, x'te böyle təsirdir. Bu mekanikada biz bilirik ki, deməli təsir adlanan anlayış var. O Lagrange funksiyasından təyin olur. Lagrange funksiyası zamana göre deməli integralıdır. 3-1 nöqtəsində bu təsirdir. L sistemi Lagrange'anıdır. Ve x ise deməli potensial sahədə sahə olurlar. En sadə halda